Birinci sualda bizdən düzgün antonim cütünü istəyir. To be, to become olmaq deməkdir. İkisi də bir-birinə sinonim təşkil eləyir. To appear, to disappear. Appear meydana gəlmək, peyda olmaq, disappear isə yoxa çıxmaq, yox olmaq deməkdir. B variantı bizim antonim cütümüz olacaq. Digər sözlərə baxsaq, to wish, to be eager, bir şeyin arzusunda olmaq, həvəsli olmaq, istəmək deməkdir. To use, utilize, istifadə etmək. To receive, to get, əldə etmək, qəbul etmək mənasındadır. İkinci sualda ismin düzgün yerli hal işlənən cümləni istəyir bizdən. A variantına görürük ki, Henry is fond of playing football. Cümlənin artıq bir xəbəri yoxdur. Deməli, buradakı apostrof s izin qısaltmasıdır. To be fond of ifadəsinin qısaltmasıdır. Yəni, Henry futbol oynamağı sevir. Yəni, isim yoxdur apostrof s-dən sonra. Ona görə burada yerlik yoxdur. B variantına baxırıq. Ümumiyyətlə, bu tipi görən kimi bilirik ki, bu nəyin qısaltması olacaq? Zerizin qısaltmasıdır. Ona görə yerlik yoxdur. C variantında what's your opinion of the new teacher? Burada da ümumiyyətlə sual cümlələrindəki apostrof s, bu da yenə olacaq izin qısaltması. Yəni, burada yerlik olmur. D variantında the experts refuse to take part in the conference. Baxırıq, apostrof s-dən sonra nə gəlib? Participle to gəlib. Deməli, buradakı apostrof s həzin qısaltmasıdır. Yəni, indiki bitmiş zamanın düzəlmə qaydasıdır. Bu, ona görə burada da yerlik yoxdur. Y variantında in today's match, England play against Scotland. Today's match. Baxırıq ki, zaman zərfləri ümumiyyətlə həmişə təkdə olduğu üçün today ola bilər, tomorrow ola bilər və yaxud da yesterday ola bilər. Bunların yerlik halı düzələcək, apostrof s vasitəsilə özündən sonra da ismi tələb edəcək. Yəni, Y variantının olduğu kimi. Baxırıq, deməli, üçüncü sualda artikel bəhsinə. Bilirik ki, dağ silsilələrindən söhbət gedərsə, tək dağ yox, silsilə şəklində olarsa, qabağında Z artiklı veririk. Qitələrin qarşısında isə artikel vermirik. Boşluq olacaq, ona görə Z, boşluq B variantında var. Dördüncü sualda qayıdış əvəzliklərinə aiddir. The children made holiday decorations by... Söhbət burada əgər cümləmizin mübtədası hansı şəxsdədirsə, qayıdış əvəzliyi onunla uzlaşmalıdır. Yəni, they isə olacaq themselves, she isə olacaq herself, he isə olacaq himself. Söhbət burada children uşaqlardan getdiyi üçün bunun qayıdış əvəzliyi olacaq elə themselves. Altıncı sualda baxırıq. Deməli, detective stories are than fantasy novels. Baxaraq nöqtələrdən sonra bizim göstəricimiz komparativ müqayisə dərəcəsinin göstəricisidir. Yəni, nisbətən dan-dən deməkdir, bağlayıcıdır. Burada biz istifadə edəcəyik müqayisə dərəcəsi. Yenə baxırıq, very adi dərəcədə işlənir. More interesting demirik. Niyə demirik? Çünki özündən sonra burada mütləq isim olmalıydı. Olmadığı üçün B-ni götürmürük. D variantı adi dərəcədədir. Y variantı üstünlük dərəcəsindədir. C variantı olacaq doğru cavab. Çox hecalı sifətlərin üstünlük dərəcəsi more hissəci ilə düzələcək. 6-cı sualda baxırıq. Very people can pronounce my name correctly. Baxırıq nöqtələrdən sonra deməli nə gəlib? Sayılan cəm isim gəlib və quantifier olaraq very istifadə olunub. İlk növbədə bilməliyik ki, verydən sonra, həmçinin təkrar olaraq burada qeyd edək, to-dan sonra, həmçinin deməli, very, to, so-dan sonra işlənəcək hansı quantifiers? İşlənəcək many, much, few və little, yəni artiklsız olanlar. Bu quantifiers işlənəcək. Verydən sonra da işlənə bilər, to-dan sonra da, so-dan sonra da. Yəni, burada baxarıq verydən sonra və ismin cəm olduğu üçün bir dənə uyğun gələn variantımız C variantıdır. A few-nu deyə bilmirik, çünki artikllar işlənməz. A few və a little işlənəcək only-dan sonra. Yəni, bunlar only-dan sonra işlənə biləcək. Verydən sonra isə işlənəcək, deməli, burada few. 7-ci sualda baxırıq. The lights went off because we the electricity bill. Deməli, zaman uzlaşmasına fikir verəcəyik burada. Görürük ki, cümləmizin xəbəri keçmiş zamandadır. Keçmiş zamandadsa biz bu biri tərəfdə də, ikinci tərəfdə də keçmiş zamanlardan birini seçəcəyik. Məsələn, A variantında indiki sadə zamandır, don't pay, haven't paid, indiki bitmiş zamandadır. Won't pay, will notun qısaltmasıdır, yəni gələcək zamandır, uzlaşmır. Y variantı da yenə indiki davam edici zamandır, uzlaşmır. Bir dənə qalır, hadn't paid. Yəni biz ödəməmişik. Ona görə də işıqlar gedib, yoxdur, işıqlar sönüb. Birinci hadisə hadn't paid-dədir, went off da ikinci hadisədir. Yəni burada da belə bir xatırlatma edə bilərik ki, keçmiş bitmiş zamanda baş verən hadisə keçmiş sadə zamandan əvvəl baş vermiş olur. Yəni bu qızıl qaydanı həmişə yadda saxlamaq vacibdir. Baxaq digər suallara. Deməli, 8-ci sualda passive voice məchul növə aiddir. Zamanımıza baxırıq. They will invite Diana to the party. Gələcək zamandadır və gələcək zamanı məchul necə düzələcək? Will be plus participle to.
Və cümləmizin tamamlığını müəyyənləşdirməliyik. Yəni feildən sonra gələn bizim olacaq tamamlığımız üzərində iş görülən obyekt. Diananı qoyuruq cümlənin əvvəlinə və will be invited-i axtarmalıyıq. O da A variantında özünü göstərir. Diana will be invited to the party. Digər variantlara baxsaq, məsələn, B variantında be yoxdur. C variantı ümumiyyətlə zamanımıza uyğun deyil. İndiki bitmiş zamanda verib. D variantında Z-yi götürüb bu ki bizim deməli cümləmizin tamamlığı Dianadır. Ümumiyyətlə məlum növdə olan cümlənin tamamlığı məhsul növdə bizə lazım olmur. Biz onu yalnız by ilə bağlaya bilərik. Məsələn, by them deyə bilərik. By them. Görürük ki, Y variantında da them verib, amma by yoxdur. Əgər by yoxdursa, o ümumiyyətlə düzgün hesab olunmur. Yəni mənaya uyğun gəlmir. 9-cu sualda baxırıq. Tomorrow is Sunday, so Daniel to go to school and he to visit his grandparents. Aha. Burada tomorrow bizə siqnal verir ki, söhbət gələcək zamandan gedir. Və burada modal feillərində düzgün işləmə qaydasına baxmalıyıq. Deməli, sabah deyir bazar günüdür. Beləliklə Daniel məktəbə getməyə bilər və nənə babasını ziyarət edə bilər. Bu anlayış, yəni bu tərcüməyə uyğun bir şey seçməliyik. Baxsaq ki, əgər Daniel won't have to go to school and he will be able to visit his grandparents. Elə ən düzgün variant A variantında var. Digərlərinə baxsaq, məsələn, burada görürük nöqtələrdən sonra to var, masdan sonra to işlənməz. Həmçinin ikinci tərəfdə də to var. Məsələn, kənddən sonra da to işlədə bilmərik birinci tərəfdə. Daha sonra gələcək zamanda won't-un be-si yoxdur. Won't be able, ümumiyyətlə to be able to modal feili bərabərdir can'a. Fərq ondan ibarətdir ki, to be able to-dan sonra, yəni bunun özünün to'su var, can'dan sonra isə to işlənməz və gələcək zamanda to be able to-da mütləq be özünü göstərməlidir. Yəni will be able to. Be burada mütləq olmalıdır. Deməli, cavabımız ona görə olacaq A variantı. Y variantı da niyə olmur? Adətən need feilində də tələbələr çox çaşır. Need həm əsas feil kimi, həm modal feil kimi işlənə bilər. Əgər needn't-ın inkarı özündən düzəlibsə, sualını özündən veririksə və özündən sonra to-suz məsələ gəlirsə, burada bu modal feil kimi işlənir. Burada isə nöqtələrdən sonra to var. Deməli, needn't deyə bilmərik. Əgər belə olansaydı deyə bilərdik. Məsələn, doesn't need to olsaydı, o düzgün olardı. Lakin burada özündən inkarı düzəldiyi üçün deməli bu modal feildir. Modal feildən sonra isə məsələ to ilə gəlməz. 10-cu sualda conjunction bağlayıcı dərsinə aiddir. It was raining heavily. We decided not to go anywhere. Bu tip cümlələrdə yaxşı olar ki, həm tərcüməyə baxaq, həm də elə bağlayıcıların özünün də mənasını bilməliyik. Deyir ki, şiddətli yağış yağırdı. Biz heç yerə getməmək qərarına gəldik. Bu iki cümləni nə ilə bağlayarıq tabisiz mürəkkəb cümlə olaraq? Baxarıq ki, zo və also bir-birinə sinonimdir. Yəni bunu seçsəm, bunu da seçə bilərəm. Ona görə ikisini də seçmirik. As-dən də because bir-birinə sinonimdir. Bir dənə qalır burada D variantı. Sonun da mənası beləliklə deməkdir. Yəni deyir şiddətli yağış yağırdı. Beləliklə biz heç yerə getməmək qərarına gəldik. Yəni düzgün tərcüməyə uyğun olaraq seçə bilirik. 11-də sözlərin mənasına baxmalıyıq. Definition-ı. Disguise maskalanmaq, özünü gizlətmək deməkdir. Maskalanmaq. Entertain əyləndirmək, əylənmək. Force isə olacaq öncədən görmək. Yəni proqnoz vermək bir növ. Öncədən görmək. Sinonim olacaq bunun deməli predict. Predict. Baxırıq. To change your appearance so that people cannot recognize you. Olacaq bu deməli A variantına, yəni maskalamaq, özünü gizlətmək. To know about something before it happens. Yəni bir şeyin baş verməzdən əvvəl onun haqqında nəsə bilmək olacaq force, yəni 3-ə B. 3 olacaq B. Və to interest and amuse. Amuse da olacaq. Onun üstə entertain'in sinonimidir. 2-yə də olacaq C. A, C, B variantı var B variantında. 12-ci sualda baxırıq. The price of vegetables and fruits down. Mübtəda xəbər uzlaşmasına aiddir. Burada biz heç vegetablesa, fruitsa baxmırıq. Oflu birləşmələrdə söz önüyə qədər, ofa qədər olan, yəni birinci tərəfinə uzlaşmanı aparacaq. Ona görə xəbər bundan uzlaşacaq. Həmçinin baxırıq ki, variantlarda görürük ki, hamısı, bax bu 4 variantın hamısı cəmdədir. Bizə lazımdır tək olan. The price təkdə olduğu üçün elə C variantını götürürük. 13-cü sualda going car is more comfortable than going a bus. Baxırıq ki, nöqtələrdən sonra isim gəlib. Burada hər hansı bir görürük ki, article və yaxud da zissət yoxdur, elə deyil. İkinci tərəfdə isə var. Deməli, biz burada nə verəcəyik? Birinci tərəfə verəcəyik by. İkinci tərəfə isə verəcəyik un. Məsələn, çaşdırmaq üçün hər iki tərəfdə by verib. Əgər by, məsələn, by bus deyirəmsə, by car deyirəmsə, bunun mənası belə olur. Avtobus vasitəsilə, maşın vasitəsilə. Yəni, burada araya heç bir determinə girmir. E olsun, this olsun, bunlar olmaz. Bu, burada vasitəsilə mənasında çıxış eləyirsə. Amma
Amma məsələn buy a bus deyirəmsə, buy a car deyirəmsə, bu artıq onun yanında mənasına çıxış edir. Yəni maşının yanında, avtobusun yanında deməkdir. Burada heç bir göstərici olmadığı üçün mən bura buy verə bilərəm vasitəsilə mənasında. İkinci tərəfdə isə avtobusun içində demək istəyir. O da böyük nəqliyyat vasitələrinin qarşısına bilirik ki, biz onu işlədirik. Ona görə ikinci tərəfdə burada da artikel olduğu üçün mən bura buy vermirəm, verirəm elə onun özünü. On a bus, yəni avtobusun içində getmək bu mənada. 14-cü sualda baxırıq. Nöqtədən sonra company isim gəlib. İsimlə işlənənlər avtomatik yadımızda saxlamayaq. Məsələn, what işlədə bilərik, which işlədə bilərik. Hamının özündə işlətməliyik, amma isim cəm olmalıdır. Yəni burada təkdə olduğu üçün elə 1 ilə 4-ün özünü götürürük. Daha sonra 15-də I want to know when cümlə tamamlanması dərsinə aiddir. İlk növbədə bilməliyik ki, when olan tərəfdə indiki bitmiş olmaz. Bura qeyd edək. Yəni cümlə strukturu düz olsa belə cümlə tamamlanmasında when olan what time ilə bağlananda have, has, participle to olmaz. Və ikinci qayda baxmalıyıq ki, complete sentence mövzusunda əsas məğz bundan ibarətdir ki, budaq cümlədə birinci mübtəda, sonra xəbər gəlməlidir. Yəni cümlədə söz sırası dəyişməməlidir. Köməkçi fe'llər do, does, did, will, am, is, are heç biri şəxsdən əvvələ keçə bilməz. Görürük ki, variantda has əvvəldədir, C-də did əvvəldədir, Y-də does əvvəldədir, B-də will əvvəldədir. Birdən cavabımız qalır D variantı. I want to know when David will return. Bu qədər bəsit. 16-cı sualda baxırıq. Let me give you about our plans. Deməli, ismin işlənməsinə aiddir, quantifier və ismin bir-birinə uzlaşmasına. More information deyə bilərik. Burada bir problem yoxdur. Ümumiyyətlə, more həm sayılanla işlənə bilər, həm də sayılmayan tək isimlə işlənə bilər. Burada da yazaq cəm. Yəni, hər ikisini işlənə bilər. More, enough, some, a lot of hər birinə işlənə bilər. An information deyə bilmirik, çünki information sayılmır. İkini atırıq variantlardan. Sonra some information deyə bilərik. Qeyd etdiyimiz kimi some da həmçinin more da olduğu kimi sayıla bilən cəm saymayan təklərinə işlənə bilər. A piece of information olar, bir problem yoxdur. A lot of informations cəmlənməz. Ona görə cavabımız olacaq deməli 1, 3 və 4 A variantı. 17-ci sualda baxırıq yenə artikel bölməsinə aiddir. If you are going to United States, you would better learn English language. Aha, bilirik ki, istisna ölkə adları var. Hansı ki, tərkibində United, məsələn, States, Republic, Kingdom kimi sözlər olan ölkələrin qarşısında Z artikeli mütləqdir ki, veririk. Burada da məşhurları USA-dir, məsələn, UK-dir, Niderlanddır, Ukraynada bunların qarşısında Z artikelini işlədəcəyik. Daha sonra dildən söhbət getdikdə isə qarşısında əgər deməli dildən söhbət gedirsə language sözü varsa o halda Z artikelini veririk. Yəni hər iki tərəfdə Z işlədəcəyik. Cavabımız olacaq B variantı.